Əhkam 29. Nəcasət 18. Nəcasətin hökmləri. Nəcis şeyi yeyib içmək haramdır. Həmçinin həmin şeyin onun nəcisliyindən xəbəri olmayan bir şəxsə yedirtmək də caiz deyil. Amma insan birinin nəcis yemək yediyini yaxud nəcis paltarla namaz qıldığını görürsə, onun nəcis olduğunu həmin şəxsə xəbər vermək lazım deyil. Paltar yuyan şəxsi paltarın nəcis olmasından agah etmək lazım deyil. Amma paltar sahibi nə qədər ki, pak olmasını yəqin etməyib, pak sayılmayacaq. Qonaq ev sahibinin əşyalarından birini nəcis edərsə, ev sahibinə xəbər verməsi lazım deyil. Amma nəcis etdiyi şeyi yeməli, içməli və ya yeyib içmək qabı olarsa, xəbər verməsi lazımdır.